dəfə getdik bundan İsmayıllı rayonunun Lahız kəndi var. Çox tarixi kənddir, yəqin ki bilirsiniz. Bizdə necə içəri şəhər bax elə gözəl. Xoşumuz gəlirdi orada. Orada da bir dostumuz var idi, yaşlı kişi idi. Həmişə gedəndə gəlib qalırdıq onun evində. Şimdi buradan payp çalıb aparırdıq kişiyə, orada xəcalətindən çıxırdıq. Orada otel falan çox yoxdur. Qalırdıq o kişinin evində. Elə beynimizə vurdu gedək Lahıza. Getdik iki qardaş, qaldıq orada. Ecad yedik, kənd məsəsi pişirirlər bizim üçün. Yedik. Axşam yatdıq, səhər durduq, qəşəng zaftrıq elə diyor kənd. Nə bilim, südü, pendiri, yəni xoşlaydıq belə şey. O da xoşlaydı, mən də. Qarınqılıydıq ikimiz də. Çayzad içdik, kişi ilə sağollaşdıq, çıxdıq Lahızdan. Lahızdan çıxanda gördük plakat var, trafaret var da. 2-3 dənə kəndin adı yazılıb, müdürlüyü falan, neçə dənə kəndlərin adı yazılıb. Dedim, abi var, həmişə bura gəlirik. Aşağı tərəfə gedmirik, görək oralarda nə var. Sür görək nə var, gedək görək nə var. Nahar yeməyində orada eləyərik. Gördük bir dənə kişi gedir kəndə tərəf. Dedim, bu müdürlük kəndinə çata-çatda harada bir restoran falan var, bir çörək yemək istəyirik. Kişi başladı ağlamağa. İndi deyirəm, niyə ağlayırsam danışa bilmir. Oturdum başına, dedi, oğlum, onlar sürəsən, gedək bizdə çörək yiyik. Dedim, gedək, niyə ağlayırsan, dedi, gedək evdə deyəcəm. Kişi bizi apardı evinə, köhnə bir kənd evidir. Yəni, köhnə deyəndə kənd evidir, qədimi bir evdir, gözəl. Qaldırdı bizi 2-ci mərtəbəyə, ev, otağa. Otaqda deməli, o vaxtda indiki kimi məsələn sosial şəbəkə falan yox idi. Meyxananın diskləri çıxırdı da üstündə bizim şəkillərimiz. Bəlkə bir yalan olmasın 40 dənə, 50 dənə meyxana diski var. Şakası bizim xəstəmizdir. Həmən günü də ad günüdür. İndi Vüqar mənə baxır, mən Vüqar şokduyuq da bildiğim. Bizim məsələn İsmail'e girməyi elə belə beynimizə vurub ki, gedək Lahızda çörək yeyə, bir gün qala havamız dəyişik gələrik. Təzdən o kəndə düşməyimiz. Əməli var, kişinin də evində oğlu, qızı, hamısı gəlib atasını təbrik eləməkdir. Hamısı məsələn baxırsan ki, ailə qurub, uşaqlarımız adı var. Hamı bizə üstünüzə baxır, şokda. Oğlu danışır, gözü dolur, deyir ki, bunun ən böyük arzusu bir söz nə idi? Sizdən elə bir 3-ün 4-ün hasansa gətirsin bu həyətə. Məsələn, bir ad gün olanda ya bir toy olanda meyxana deyirsiniz. Çox ucqar kənddir ya. Əməlli başlı stol açıldı, daha keyfi özdən keçən. Meyxana dedik, kişi üçün, çörək yedik falan filan. Çıxanda da bizə kənd payı qoydular, işimizə də, nə bilim, kənd çolpasıları belə sürüdük, atırlar, yığdılar ki, bunları da aparmalısınız. Oradan çıxanda, düz İsmail'ın çıxıb Şamaxı yoluna çatanacaq, Vüqar ancaq gözü doldu da danışa. Dedi, Orxan, sən kaş biləsən ki, burada Allahın da boyda hikməti var.